Sözdələn, sözdən səs gəlir. Sözdələn Azərbaycan Xalq Cümhuriyyəti ilə davam edir. Bu buraxılışda Cümhuriyyətin qurucularından biri olmuş Fətəli xan Xoyski haqqında sənə danışıram. Yazılı mətnin mənbəsi 2019-cu ilin may ayında nəşr edilmiş Çapar dərgisinin 5-ci nömrəsinə aid olan Fətəli xan Xoyski jurnalıdır. Jurnalın təsisçi və naşiri Yusif İlhamoğlu, baş redaktoru Dilqə Məhməd, redaktoru isə Vəfa Babasoydu. Jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeyd alınmışdı. Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan İskəndərxan oğlu Xoyski 1875-ci il noyabr ayının 25-də Şəki şəhərində doğulub. Fətəli xanın atası İskəndər xan əslən Güney Azərbaycanın Xoy şəhərindən olduğundan soyadları da buradan götürülüb. Qafqaza köçmüş İskəndər xan Şəkidə ailə həyatı qurub, Çar ordusunun general-leytenantı rütbəsinə qədər yüksəlib. Fətəli xan Xoyskinin həyat yoldaşı milliyyətcən rus olan Yelizaveta Vasilyevna idi. O İslamı qəbul edib. Fətəli xanın qohumları onu Ceyran adlandırıblar. Xoyskilərin 3 övladı olub. Qızı Tamara, oğlanları Murad və Ənvər. Övladların hər üçü Gəncədə doğulub. Tamara xanım Bolşevik Mirzə Davud Hüseynovla ailə qurub, amma övladları olmayıb. Hüseynov 1938-ci ildə güllələndikdən sonra Tamara xanım həbs edilib və o 10 ilə qədər həbsxanada qalıb. Tamara xanım həbsdən sonra 90 yaşına qədər yaşayıb. 1917-ci ildə Rusiyada baş verən fevral inqilabından və Çarizm üsul idarəsi devrildikdən sonra Fətəli xan Xoyskinin fəaliyyətinin yeni ən məhsuldar dövrü başlayır. Fevral inqilabından sonra Xoyski fəal siyasi fəaliyyətə qoşulur. O, Bakıda yaradılmış Milli Müsəlman Şurası, Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. Həmin ilin aprelində Bakıda çağırılmış Ümumqafqaz müsəlmanlarının qurultayında fəal iştirak edir və onun təşkilatçılarından biri olur. Oktyabr inqilabından sonra 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradılır. 1918-ci il fevralın 23-də isə Tiflisdə Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya Seymi işə başlayır. Zaqafqaziyadan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların daxil olduğu Seymin Azərbaycan fraksiyasında 44 deputat, o cümlədən Xoyski təmsil olunurdu. 1918-ci il aprelin 22-sində Zaqafqaziya Müstəqil Federativ Cümhuriyyəti elan olunur. Aprelin 26-sında isə Zaqafqaziyanın yeni hökuməti təşkil edilir. Bu hökumətdə Xoyski Ədliyyə Naziri vəzifəsini tutur. Lakin 1918-ci il mayın 26-sında Zaqafqaziya Seyminin son iclası olur və buraxılır. Elə həmin gün Gürcüstan öz istiqlaliyyətini elan edir. Ertəsi gün mayın 27-sində keçmiş Zaqafqaziya Seyminin türk deputatlarının fövqəladə iclası keçirilir. Hər tərəfli və uzun sürən müzakirədən sonra onlar özlərini Azərbaycan Milli Şurası elan edir və Azərbaycanın idarəsini öz öhdələrinə götürürlər. Mayın 28-də keçmiş Qafqaz canişininin iqamətgahında keçirilən birinci iclasdan Azərbaycan Milli Şurası ətraflı müzakirələrdən sonra Zaqafqaziyanın cənubi-şərq ərazisində Azərbaycan Cümhuriyyəti elan etmək haqqında qərar qəbul edir və Azərbaycanın istiqlaliyyəti haqqında bəyanat verilir. Milli Şura, Şuranın üzvü Xoyskini bir səslə ilk Azərbaycan hökumətinin sədri seçir və ona ilk Azərbaycan Cümhuriyyəti hökumətini təşkil etməyi tapşırır. Bir saatlıq fasilədən sonra Xoyski öz hökumətinin tərkibini elan edir. Bu hökumətdə Fətəli xan baş nazir vəzifəsi ilə yanaşı, Daxili İşlər naziri vəzifəsini də tutur. Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar bütün təşkilati tədbirləri həyata keçirdikdən və onu bütün dünyaya bəyan etdikdən sonra Milli Şura və Azərbaycan hökuməti bilavasitə öz ölkəsi ərazisində fəaliyyətini genişləndirmək məqsədi ilə 1918-ci il iyunun 16-sında Gəncəyə köçür. Gəncəyə gələn Milli Şura və Azərbaycan hökuməti mürəkkəb daxili və xarici çətinliklərlə üzləşir. Hələ mayın ortalarında 300 nəfər təlimatçı ilə Gəncəyə gəlmiş Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru Paşa şəhərdə real hakimiyyəti öz əlində cəmləşdirmişdi. O Gəncəyə gəlmiş Azərbaycan Milli Şurası və hökumətinə şübhə ilə yanaşır.
Belə bir şəraitdə iyunun 17-sində keçmiş şəhər idarəsinin binasında Milli Şuranın sayca 7-ci iclası keçirilir. Xoyski hökumətin istefası bəyanatı ilə çıxış edir. Geniş müzakirədən sonra hökumətin istefası qəbul olunur və Xoyskiyə yeni hökumət təşkil etməyi tapşırılır. Müxtəlif partiyaların nümayəndələrindən ibarət təşkil olunmuş yeni hökumətdə Xoyski baş nazir vəzifəsi ilə yanaşı ədliyyə naziri vəzifəsini də tutur. Özünün yeni hökumət proqramı ilə çıxış edən Xoyski bildirir ki, onun hökumətinin başlıca vəzifəsi Azərbaycanın azadlıq və istiqlaliyyəti uğrunda mübarizə olacaq. Xoyski hökuməti 1918-ci il iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan etdi. Buna səbəb Şamiyanın başçılığı ilə Bakıda hakimiyyəti ələ keçirmiş, Bakı Xalq Komissarları Sovetinin tabeliyindəki 18 min nəfərlik 1-ci Qafqaz Qırmızı Korpusunun Gəncəyə doğru yürüşə başlaması təhlükəsi idi. Hərbi vəziyyətlə əlaqədar iyunun 23-də hərb dövrü üçün qanunların tətbiqi haqqında qərar qəbul olundu. 21 iyunda hökumət qırmızı parçadan hazırlanmış, qırmızı yerlik üzərində ağ aypara və 8 guşə ulduz təsvir edilmiş bayrağı Azərbaycanın dövlət bayrağı kimi qəbul etdi. Əslində bu Osmanlının əski bayraqlarından biri idi və təbii ki, Qafqaz İslam ordusunun əhval-ruhiyyəsi ilə uyğunluq təşkil edirdi. Hökumətin 26 iyun tarixli qərarı ilə Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da Azərbaycanın milli ordusu formalaşdırıldı. 27 iyunda hökumət türk dilini bütün ölkə ərazisində dövlət dili elan etdi. Xoyski hökumətinin 12 iyulda çıxardığı önəmli və rəmzi bir qərar Azərbaycan Cümhuriyyətinin bütün ərazisində vaxtın Bakı vaxtı ilə hesablanması haqqında oldu. Bu əslində milli hakimiyyətin Bakını alacağına sarsılmaz inamının ifadəsi idi. Hökumətin Gəncə dövründəki ən mühüm qərarlarından biri də 1918-ci il iyulun 15-də Zaqafqaziyada müsəlmanlar üzərində zorakılıqları araşdıracaq Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında idi. Bu qərara əsasən 1-ci Dünya müharibəsi illərində ermənilərin Güney Qafqaz ərazisində yerli türk əhalisinə qarşı törətdikləri vəhşiliklər və onların əmlaklarına qəsdən bağlı məsələlər araşdırılmalı, bu işdə günahkar olan şəxslər aşkarlanaraq cinayət məsuliyyətinə cəlb edilməli idilər. İşin təşkili Xariciyyə nazirinə tapşırılmışdı. Komissiyanın sədri andlı iclasçı Əli Əkbər bəy Xasməhəmmədov, üzvləri isə Bakı Dairə Məhkəməsinin müavinləri İsmail bəy Şahmaliyev, Novatski, Bakı Dairə Məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürtski, Gəncə Köçürmə İdarəsindən Mixaylov, həqiqi mülki müşavir Qudvillo və müəllim Mirzə Cavad Axundzadə idilər. Fövqəladə İstintaq Komissiyasının topladığı faktlar ermənilərin Bakı, Şamaxı, Quba, Gəncə, Şəki, Qarabağ, Zəngəzur və başqa bölgələrdə törətdiyi cinayətlərə dair 36 cildli istintaq materiallarını əmələ gətirdi. Gəncədə oturmuş bir hakimiyyətin müvəqqəti də olsa, özünə paytaxt seçdiyi şəhərin hələ də Rusiya çariçası Yelizavetanın adını daşıması əlbəttə həm dövlət adamlarının, həm də yerli əhalinin qüruruna toxunurdu. 30 iyul 1918-ci il tarixli qərarla Gəncənin qədim adı özünə qaytarıldı. Çar generalının adını daşıyan Karyagin qəzasına da həmin gün Cəbrayıl adı geri verildi. Azərbaycan Cümhuriyyəti Təriq və Məabir nəzarətinin, yəni Yollar Nazirliyinin gəmiləri üçün 1 avqust 1918-ci ildə kiçik dəyişikliklərlə Türkiyə ticarət gəmilərinin bayrağı örnək kimi qəbul edildi. Avqustun 11-də ümumi səfərbərlik elan olundu. 1894-1899-cu illərdə anadan olmuş kişi cinsindən bütün müsəlman vətəndaşlar orduya çağırıldı. 23 avqust 1918-ci ildə Azərbaycan təbəəliyi haqqında əsasnamənin təsdiq edilməsi haqqında 5 maddəli geniş qərar qəbul edildi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam ordusu Bakını işğaldan azad etdikdən sonra hökumət Gəncədən Bakıya köçdü. 9 noyabrda Azərbaycanın yeni bayrağı təsdiq edildi. Belə ki, 1918-ci il 11 noyabrda Azərbaycan qəzeti hökumətin 9 noyabr tarixli iclasının qərarından söz açaraq yazırdı. Yenə həmən iclasda Azərbaycan bayrağı layihəsi təsdiq edilmişdi. Bayraq yaşıl, qırmızı və mavi rəng olub, üzərində hilal və 8 guşəli yıldız olacaqdı.
1918-ci il dekabrın 7-sində Azərbaycan parlamentinin ilk iclası keçirilir. Xoyski öz hökumətinin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər haqqında geniş hesabat verir və hökumətinin istefasını qəbul etməyi parlamentdən xahiş edir. Parlament hökumətin istefasını qəbul edib, yeni hökumətə rəhbərlik və onun tərkibini müəyyənləşdirmək işini yenidən Xoyskiyə tapşırır. Dekabrın 26-sında Fətəli xan hökumət proqramı və hökumət tərkibi barədə parlamentdə çıxış edir. Geniş müzakirədən sonra parlament Xoyski hökumətinin proqramına və hökumətin tərkibinə etimad göstərir. Bu hökumətdə Xoyski baş nazir portfeli ilə yanaşı Xarici İşlər naziri vəzifəsini də tutur. Xoyski 1919-cu ilin noyabrında Azərbaycan və Ermənistan ərazisində mübahisəli ərazi məsələlərini həll etmək üçün çağırılması nəzərdə tutulan konfransda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin sədri təyin olunur. Həmin il dekabrın 22-sində Nəsib bəy Yusufbəylinin təşkil etdiyi 2-ci hökumət kabinəsində Xoyski Xarici İşlər naziri vəzifəsi tutur və 1920-ci ilin aprelinə qədər həmin vəzifədə qalır. 1920-ci il yanvarın 12-sində Birinci Dünya müharibəsində qalib gələn müttəfiq dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyini de facto tanıyır. Həmin ilin yanvarından aprelinə qədər Azərbaycan Cümhuriyyəti Xarici İşlər naziri Xoyski və Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Xarici İşlər komissarı Çiçerin dəfələrlə nota mübadiləsi edirlər. Bu notalarda Xoyski Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətinin Sovet Rusiyası tərəfindən tanınmasına nail olmağa çalışır. Çiçerin isə Azərbaycan Cümhuriyyətini Denikin qüvvələri ilə mübarizə ittifaqına cəlb etmək istəyir. Onun bu tələbinə cavab olaraq Xoyski bildirirdi ki, Azərbaycan hökuməti Sovet Rusiyasının Denikin orduları ilə mübarizəsini Rus xalqının daxili işi hesab edir və ona qarışmaq yol verilməzdi. 1920-ci il aprelin ortalarında 11-ci Qırmızı Ordu Denikin ordularının qalıqlarını məğlub edərək Azərbaycan Cümhuriyyətinin şimal sərhədlərinə yaxınlaşdı. Xoyski öz hökuməti adından aprelin 15-də Sovet Rusiyası hökumətinə nota verərək ölkəsinin təhlükəsizliyindən narahat olduğunu bildirdi. Onun bu notası cavabsız qaldı. Aprelin 27-sində 11-ci Ordu Azərbaycan sərhədlərini keçərək Bakıya doğru hərəkət etdi. Həmin gün axşam Azərbaycan parlamenti hakimiyyəti kommunistlərə təhvil vermək haqqında qərar qəbul etdi. Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Fətəli xan Xoyski Tiflis şəhərinə gedib və həmin il iyunun 19-da orada muzlu erməni quldurları tərəfindən sui-qəsd nəticəsində qətlə yetirilib. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb saytından və Ko-fi platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.